Yaxşı, 19-cu əsrdə Azərbaycanda kənd təsərrüfatı bildiyiniz kimi 19-cu əsrin ikinci yarısında Azərbaycanda kapital münasibətlər inkişaf etməyə başlayacaqdı, kapitalist münasibətlər güclənəcəkdi və bu güclənmə bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatında xüsusi rol oynayacaqdı. Kənd təsərrüfatında artıq şəhərlər arası və kəndlər arası əlaqələr genişlənəcəkdi. Sonra bununla paraleldə nə deyəcəyik burada? İxtisaslaşma baş verəcəkdi, kənd təsərrüfatı inkişaf edəcəkdi, muzlu əmək tətbiq olunacaqdı, kapital qoyuluş tətbiq olunacaqdı, torpaq alqı-satqısı olacaqdı. Yəni bunlar olacaq. Bunların olma səbəbi də uşaqlar 1870 kəndli əsasnaməsi olacaq ki, orada kəndlilər torpaqları satın ala bilirdilər, kəndlilərin torpaqlar alqı-satqı obyektinə çevrilmişdi. Alqı-satqı obyektinə isə torpaq satın ala bilən kəndli qolçomaq adlandırılacaqdı və qolçomaqlar da bir növ belə deyək də yuxarı təbəqənin nümayəndə varlı kəndlər sayılacaq. Burada muzlu əmək tətbiq edəcəklər. Sayları az olsa da kənd təsərrüfatında xüsusi çəkiləri və xüsusi texnologiyaları tətbiq edəcək. Kənd təsərrüfatında biz birinci deyirik ipəkçilik. Bilirsiniz Azərbaycanda ipəkçilik daha çox güclü inkişaf eləmişdir. İpəkçiliyin mərkəzi Şəki şəhəri idi. Şəki Qafqaz rayonu adlandırılacaqdı. 1861-ci ildə Şəkidə Avropanın ən böyük ipək sarma zavodu tikiləcəkdi Ruslar tərəfindən isə. Bu da çox böyük bir zavod idi və bu da ipəyin inkişafına çox güclü təkan verəcəkdi. İkincisi isə pambıqçılıq idi. Pambıqçılıq uşaqlar Ruslarda müstəmləkə bitkisi adlandırılırdı. Xüsusi fikir verilir. Pambıqçılığın mərkəzi adətən İrəvan, Naxçıvan və Yezapatapa oldu. İrəvan daha çox seçilirdi bu mərkəzlər içərisində və ilk pambıq təmizləmə zavodu 1882-ci ildə Naxçıvanda tikiləcəkdi. Lakin 19-cu əsrin sonlarında pambıq təmizləmə zavodlarımız Bakı və Gəncədə daha çox tikiləcəkdi. Sonra bundan sonra verir tütünçülük. Tütünçülük uşaqlar Azərbaycanda 19-cu əsrin birinci yarısında çox inkişaf eləməmişdi. Xaricdən daha çox gətirilirdi. Lakin ikinci yarısında tütünçülük inkişaf etdirməyə başladılar. Nə edəcəkdilər? Xarici gələn məhsullara çox yüksək gömrük rüsumu qoyacaqdılar və daxildə tütün zavodları və tütünçülük sahələri əkiləcəkdi. Xüsusən Zaqatala bölgəsi, Quba bölgəsində və Şəkidə ilk tütün fabriki tikiləcəkdi 19-cu əsrdə. Lakin buna baxmayaraq yenə də 19-cu əsrin sonlarında Gəncə və Bakıda xüsusi şəkildə tütünçülük inkişaf elətdiriləcəkdir. Sonra bundan sonra maldarlıq deyəcəyik. Burada da bilirsiniz Azərbaycanda köçəri yaylaq maldarlıq mövcud idi və dağlıq sahələrdə çox böyük qoyun sürüləri vardı. Qarabağ adda isə atlarla daha çox məşhur hesab olunacaqdı. Bu dövrdə Azərbaycanda kənd təsərrüfatında bir növ ixtisaslaşma dedi və hər bir, məsələn, üzümçülük var idi bu dövrdə. Üzümçülükdə üzüm və şərab zavodları tikilməyə başladı. Şərabçılığı daha çox inkişaf elətdirəcəkdilər bu sahədə, yəni xüsusi fikir verir. 19-cu əsrin ikinci yarısından başlayaraq yarmarkalar keçiriləcəkdi Bakı şəhərində, kənd təsərrüfatı məhsullarının satılması və digər sahələr. Kənd təsərrüfatının inkişaf səbəblərindən biri də kapitalizm və sənayenin inkişafı, şəhər həyatının çoxalması, çünki ərzaq ehtiyacı yaranacaqdı və bu ərzaq ehtiyacı kəndlərlə vasitəsilə ödənəcəkdi. 19-cu ikinci əsrdə Azərbaycan kəndliləri adətən malcəhd və bəhrə vergisini ödəməyə davam edirdilər. Lakin sonraki dövrlərdə isə hərbi vergi ödəyəcəklər. Hərbi vergini 1887-ci ildə ödəyirlər. Çünki buna səbəb Azərbaycanlılara güvənmirdi Rusiya dövləti və Azərbaycanlılara güvənmədiyi üçün onları orduya çağırmırdı. Buna görə onun qarşılığında da onlardan vergi olaraq alırdı. Bu isə hərbi vergi kimi tətbiq ediləcəkdir. Bu da sizin kənd təsərrüfatı dərsinizdir.